Mənim əziz xalqım, Qabal cəmaatı, hər birinizə Novruz bayramınızı təbrik edirəm. Hər birinizə baharın gəlişində uğurlar, uzun ömür, can sağlığı, süfrələriniz bol olsun, ruzi bərəkətli olsun. Təbrik edirəm bayramlarınızı. Bu Novruz bayramı uzun əsrlərdir qoruyub saxlayırıq. Bir adət-ənənə kimi bizə bu günə gəlib çatdırmışıq. Orta Asiya ölkələrindən, Afganistandan tutmuş bir çox ölkələrdə qeyd olunur. Bir dəfə hər birinizi Novruz bayramınızı təbrik edirəm. Baharın gəlişi, bolluk, bərəkətli gəlsin, sülh, əmin-amanlı olsun, can sağlığı olsun hər birinizə. Bayramınız mübarək. Hər birinizin bildiyiniz kimi Novruz adətində papaq atma adəti var. Keçəl və kösa olur. Keçəl kösa özünə toy etmək üçün, bayram etmək üçün qapı-qapı gəzər, papaq atar, özünə bayram hədiyyəsi toplayır. Novruz adəti hər birinizin bildiyiniz kimi 4 çərşənbədən ibarətdir. Su çərşənbəsi, yel çərşənbəsi, od çərşənbəsi və ilaxır gecəsi 6-cı çərşənbə torpaq çərşənbəsidir. Torpaq çərşənbəsində artıq torpağa nəfəs verilir, təbiət gözəlləşir, canlanır, çiçəkləyir. Novruz bayramının süfrələrimizdə səməni əkirik, becərdirik. Səməni əlbəttə ki, hər birinizin bildiyiniz kimi bir bolluğun simvoludur. Süfrələrimizdə şəkərbura, paxlava bişirilir, şirniyyatlar olur. Qonşular, qohumlu qardaşlar bir-birinin evinə gedər, bir-birini təbrik edərlər.